zaman. Herkes tərəfindən qınaqlara baxmayaraq, yenə də illərcə istəmirəm, özüm uşağım daha. Uşağı neynirəm deyə bir gün məcburən olmalıdır deyənlərlə razılaşdım illər sonra. Və o an gəlincə 9 ayın ölümcül əzabları çəkməyimin bərəsini görüncə, xoşbəxtlik sözünün mənasını anladım, tatdım. Nəhayət xoşbəxtlik bu imiş, mən də hiss etdim. 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 Nəhayət xoşbəxtlik bu imiş, mən də hiss etdim. Nəhayət xoşbəxtlik bu imiş,